30 illik qəflət yuxusu, 44 günlük oyanış. Elə bu qələbədən sonra torpaqlarımız da oyandı. Əkin əkildi. Çəmənliklər yaşıllaşdı yenidən və Qarabağda yenidən həyat qaynaşmağa başladı. Elə bu müharibəni öz gözləri ilə görən qonaqlarımız var studiyamızda. Eyni zamanda şəhid anası qonağımızdır studiyamızda və qonaqlarımızı bir-bir təqdim eləmək istəyirəm. Şəhidimiz İzzət Həmidovun anası Vəfa İzzətdir. Vəfa xanım, xoş gəlmişsiniz, xoş gördük sizi. Eyni zamanda müharibənin canlı şahidi və müharibədə belə deyək, bizim gözümüz olan jurnalistlərimizdən biri Sərvər Abdullayev qonağımızdır və təbii ki, biz bugün 44 günlük Vətən müharibəsinin növbəti gününü yaşayırıq. O ab-hava, o atmosfer hələ də bizdən keçməyib, baxmayaraq ki, müharibədən 5 il ötür və hər il mən düşünürəm ki, bu müharibədə bir balaca da bağı olan şəxslər sanki sentyabrın 27-sindən noyabrın 9-una, 10-una qədər həmin müharibəni, həmin o xronologiyanı yenidən yaşayır. Vəfa xanım, necə başladı sizin üçün müharibə? Mən iki oğlum, ikisi də əskər idi əslində oğlanlarım. Bir gün işə gedirdim, gördüm klubun qabağında yığılıb nə qədər adamlar. Mənim oğlanlarım da əskər. Elə o gün, bax, sentyabrın 26-sı, 25-i belə günü idi. Yaxınlaşdım, sözümü deyə bilmədim də polisə ki, burada nə olub deyə. Bilirəm, oğlanlarım əskərdir, nəsə ola bilər. Heç nə, o gündən həyatım söndü desəm. Dedilər, hazırlıq. Adı nədir? Toplanışdı. Dedilər, hə, hazırlıqdır hələ ki, uşaqları yığırıq, heç nə yoxdur. Heç nə. O gündən sonra, 12 gün sonra oğlum şəhid oldu. 12 gün sonra, 12 gün döyüşdə iştirak elədi, amma bir ilin əskəri idi İzzət. O bir oğlum da əskər idi həmin. Müddətli həqiqi hərbi xidmət keçirdi. Bəli, bəli, Elvində, İzzətdə. İzzət əskər gedəndə oktyabr ayı idi, dönüşü də oktyabr ayı oldu. Bir ilin əskəri idi. İzzət əskərlikdən dönəndən sonra Elvinim 7 ay orada qaldı. Xidmət etdi. 2 il xidmət elədi, belə. Müharibədən sonra 2 il xidmət elədi. Mən, yəni, bir dənə təsəvvüründə bir oğlun şəhid olub, biri də yenə də müharibə dövründə orada. Yəni, çox ağır günlər yaşadım, hamı kimi də, hamı kimi. Deyirsiniz, indi 5 ildir bu sentyabr ayları, amma mənim üçün 5 ildə hər gün eyni acıdır, amma qürurlu durmağa çalışıram, məcburam, 3 oğlum var mənim. Yəni, İzzətə öldü sözünü dedirtmirəm. Yenə də mənim 3 oğlum var, yenə də onu yaşadıram. Yenə də onun üçün hər şey eləyirəm. 3 oğula baxıram. İzzətin döyüşdüyü istiqamətləri bilirsinizmi? Məlumatınız var mı? Hansı istiqamətlərdə Füzulidə idi, İzzət Qaraxanbəylidə şəhid olub. İzzət o qədər yaxşı əskər olubdu ki, komandiri gəldi, bizə dedi ki, İzzət şəhid olandan sonra gəldilər bizim cəhbəyə ki, buranın ən yaxşı əskəri kimdirsə ona orden veriləcək. İzzətin bayraq ordeni var, bilirsiniz, milli qəhrəmandan sonra olan statusdur. Orada deyir, hamı İzzətin adını çəkdi ki, İzzətə veriləcək. Yəni, Sumqayıtda həmin ərəfələrdə ilə ilk İzzətin adı çəkilib. Birinci orden İzzətə verilib, bayraq ordeni İzzət. Yəni, o qədər cəsur döyüşçü olub, qorxmaz. 19-20 yaşında o qədər şeylər eləyib, heç qorxmadı da. O axırıncı sözü inanırsınız ki, elə adamlar da olub da, yəni çəkinmək istəyib, qorxub, ya nəsə qurtar. Amma İzzət elə son günə kimi hər şey yaxşıdır. Axırıncı zəngində də sözü oldu ki, mən keşkə şəhid olsam, anam, mən vətənin, Elvin Nurlan sənin. Elə də oldu. Bəli, çətindir bir ana üçün övlad acısı, həqiqətən də belə məqamda sözlər acizdir. Mən ifadə edəməyəm. Amma yenə də elə adam var, mən sözümə işləyirəm, məcburam işləməyə, çünki övladlarım var. Mən tək İzzətin anası deyiləm, Elvinə də borcum var, Nurlana da borcum var, onları da yaşatmalıyam, baxmalıyam. Baxdım ki, yox, mən çökürəm, ayaqda durmaq məcburiyyətindəyəm, övladlarım var. İzzəti də yaşatmaq üçün yaşamalıyam. Onun üçün, yəni biz ciddən, düzdür, ağırdır, mən acını yaşayıram, amma ciddən bu elə bir şərəflidir ki, qürurludur ki, yəni hər kəsə nəsib olmaz. Ciddən hər kəsə nəsib olmaz. Bu 5 ildir mən bunu elə yaşamışam, bilirəm də bu, yəni
bəlkə də əvvəllər olsa mən şəhid bilmirik də nədir. Yəni onun o qədər yaşamışam, gözümlə görmüşəm də İzzəti şəhid olandan sonra. Bəlkə də axır bilirəm ki, onların məqamı çox yüksəkdir. Əlbəttə. Çox. Bu dünyada kimdən asılı, heç kim onlardan yüksək ola bilməz bu dünyada. Doğrudur. Bəziləri üçün, ümumiyyətlə bunu yaşamayan insanlar üçün adi bir sual ola bilər, amma bilirəm sizin üçün ağır sualdır. Sadəcə biz qəhrəmanlarımızı işıqlandırmağa çalışırıq. Onları təbliğ etməyə, təşviq etməyə, gənclərimizi və xalqımızı bu barədə məlumatlandırmağa çalışırıq. İzzətin şəhid olmaq xəbərini necə aldınız? İzzət şəhid olmamışdan bir gün qabaq mən yuxu gördüm, düzün desəm. Mən analar hiss eləyir, eşitmişdim, başıma gəlməmişdi. Yuxuda gördüm, işdəyəm, formada İzzətlə Nurlan balaca oğlum gəlir. Birdən İzzət yola çıxır. Nilvin Nunu gəlir. Yatdım, durdum, o yuxu yadıma düşdü. O günü demə İzzət şəhid olub. Durdum, hamıya zəng elədim, İzzətdən gələn bütün zəngləri yığdım. Mənə cavab olmadı, amma bir axşam üstü idi. Mənə də çox zənglər gəlir. Deyirəm, yox, elə bir hiss eləyirəm də, ürəyimdən nəsə qopub. Yox, izi nəsə olub. Bir dənə uşaq yığdı məni, dedi. Dedim, nə olar İzzətə ver? Dedi, aşağıdadır, danışa bilmir, amma cavabı mənə verə bilmirdi. Sonra heç nə cavab mənə dedi, siz narahat olmayın, İzzət axşam gələcək, sizə danışacaq. Biraz alışdıra deməyə çalışıyorum. Yenə də başa düşmək, çünki qəbul eləmək istəmirəm axı. Heç bir ana kim qəbul eləmək istəyər. Sonra qardaşlarım getdilər. Heç nə gördüm, telefonla zəng gəldi evə. Xalam qızı ağlayır. Bildim. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bayaq çox gözəl vurğuladınız. Onlardan üstün bir məqam yoxdur. Yox, ola da bilməz. Onu da qeyd eləmək istəyirəm ki, hətta bizim dinimizdə də buyurulur ki, onlara ölü deməyin, onlar diridirlər. O sözü hardasa deyəndə belə mən xətmə dəyir. Heç kim ona ölü deməsin, onlar ölməyib. Onlar bizim aramızdadılar, onlar ən uca məqamdadılar və başımızın tacıdılar və onlarla bərabər onları böyüdən valideynlərimiz də, xüsusilə şəhid anaları, mən düşünürəm ki, bunu hər efirimizdə istənilən şəhid anası ilə və yaxud şəhid yoldaşı ilə və yaxud yaxını ilə söhbətimdə deyirəm ki, onlar bütün Azərbaycan xalqının anasıdırlar. Siz təkcə şəhidimiz İzzət Həmidovun anası deyilsiniz. Biz hamımız sizin övladlarınızı, oğullarınızı. Özünü əsl kişi kimi bilən, qeyrətli oğulların anasıyıq. Bəli, bəli. Əsl. Yəni, doğrudur. Ciddən, yəni o hər adama şamil deyil, elə hər adam şəhid nədir bilmir. Yəni çox adam belə bunu da vurğulayım. Çox adam şəhid anası görəndə istəyirlər ki, onlar belə bükülsün, pis olsun, ölsün, yaşamasın. Niyə beli bükülməlidir? Başını ən uca tutmalı olan şəxslər də məsələ şəhid valideynləri. İçdən mənim qədər məhv olan ikinci insan bəlkə də yoxdur, amma mən heç kimin qabağında əyilməmişəm, dik durmuşam və onun adını məni bilənlər də bilir, 5 ildir sevmirəm, belə deyək. Mən işləyirəm, tax kimsə gəlir, deyir ki, mən şəhidin qohumuyam, tax ki, nəyisə aşağı qiymət. Bizim şəhidlərimiz o qədər ucuz deyil. Yəni, mən onun adını heç bir şəkildə, heç yerdə çəkilmək istəyirəm. Hansı sahə üzrə çalışırsınız? Mən dərziyəm, 25 ildir. 3 oğlumu, bax, elə böyütmüşəm, tək başına. Tək böyütmüşsünüz? 3 oğlu, bəli. Üçü də maşallah olsun, bir-birindən ağıllı. İndi bir oğlum da 11-ci sinifə keçdi. İnşallah bu il məktəbi qutaracaq. O bir oğlum da 24 yaşı var. Maşallah, mən uşaqlarıma qarşı çox diqqətliyəm. Bilən bilir, onlar mənim hər şeyimdir, nəfəsimdir. Onlar üçün əlimdən gələn artığın eləyirəm ki, kimsəyə əyməyim. Sözün əsl mənasında elə qəhrəman anasız. Mən sizi bu obrazda görürəm. Qaydacağıq söhbətimizə, keçid almaq istəyirəm növbəti qonağımıza. Jurnalist Sərvər Abdullayev, hansı ki, müharibənin canlı şahididir və müharibə başlayandan bitənə qədər bildiyim qədər müharibənin elə bir istiqaməti yoxdur ki, orada fəaliyyət göstərməsin, həmçinin həmkarımdır. Hərbi jurnalistikada və həmin ağır günlərdə baxmayaraq ki, heç hərbi jurnalistikanın təlimlərini almayıb, buna baxmayaraq riskli zonalarda olub, riskli çəkilişlərdə olub, xalqımıza, dünya ictimaiyyətinə, düşmənin həmin devirdə qarşılaşdığımız mənfur düşmənin fəaliyyətlərini
həmin mülki obyektlərin, mülki yaşayış məntəqələrimizin necə vurulmasını, Gəncə hadisələrini və digərlərini işıqlandırıb. İndi onun öz dilindən eşidək. Buyurun, xoş gəlmisiniz bir daha. Çox sağ olun, təşəkkür edirəm. Şəhidimiz İzzətin timsalında bütün şəhidlərimizə Allah rəhmət eləsin. Amin. Allah şəhid analarımıza can sağlığı versin. Bütün həmkarlarımıza və eyni zamanda belə deyək, Vətən müharibəsinin 5-ci il dönümünü, o sizin qeyd etdiyiniz kimi o hissləri yaşadığımız hər kəsə belə deyək, can sağlığı arzu edirəm. Müharibə əlillərimizə Allah can sağlığı versin, veteranlarımıza, qazilərimizə. Təbii ki, sizin verilişin əvvəlində qeyd etdiyiniz kimi, yəni bir həmkar kimi biz bir-birimizi daha yaxşı başa düşürük. Siz o günlərin şahidi olmusunuz təbii ki, bir media mənsubu kimi. Payız mövsümü yaxınlaşanda bu 5 il ərzində biz eyni hisslər yaşayırıq. İstər-istəməz o payızın biraz o soyuq havası ki gələndə, biraz sərinlik ki gələndə elə bilirsən ki, Həmin atmosfer gəlir. həmin atmosfer gəlir. Həmin ab-havaya düşürük. Ab-hava gəlir və müəyyən hisslər yaşayırsan ki, o hissləri belə çox vaxt ifadə eləmək olmur. Təbii ki, Vəfa xanım danışdı. Yəni Vəfa xanımdan və digər şəhid analarımızdan daha çətin bir an biz yaşamamışıq, yaşaya da bilmərik. Çünki ən müqəddəs sirvədədirlər bizim şəhidlərimiz olar. Allah onlar bir daha rəhmət eləsin. Biz də bir media mənsubu olaraq, bir jurnalist olaraq öz xidməti vəzifəmizi yerinə yetirmək üçün ezam olunmuşduq cəbhə bölgəsinə. Mən o vaxt ictimai televiziyada işləyirdim, xəbərlər departamentində. Və eyni vaxtda mənimlə digər jurnalist yoldaşlarım Arazxan idi, Elvin Əliyev idi, Xanlar Mehdiyev idi, Heydər Mirzə idi və bizlə eyni vaxtda ezam olunan operator yoldaşlarımız var təbii ki. Və onlarla birgə əməyimiz sayəsində müəyyən məlumatları biz cəmiyyətə ötürməyə çalışırdıq və əlimizdən gələni eləyirdik ki, oradakı olan situasiyaları dünyaya çatdıran, nəinki yerli ictimaiyyətə, ümumiyyətlə medianın bir rolu da odur ki, geniş ictimaiyyətə İnformasiya müharibəsinin iştirakçısı. Və ən maraqlısı da odur ki, yəni həmin dövrdə təbii ki, xarici mediada çox qədər bilirsiniz, xarici media mənsubları da var idi, jurnalistlər də var idi və biz paralel işləyirdik onlarla və təbii ki, çox vaxt müzakirələrdə yəqin ki, rastlaşırsınız ki, xarici medianın jurnalistləri daha aktiv idilər, daha yaxşı çəkirdilər, bizimkilər haradaydı filan. Yəni bunları eşidəndə biraz istər-istəməz insanın təsir eləyir. O da nə mənada? Təbii ki, işin içində olan, o medianın, jurnalistlərin çəkdiyi o əziyyəti, gördüyü çətinlikləri görən adamlar bunu heç vaxt dilinə gətirmir. Proseslərdən xəbər olmayanlar dilinə gətirir və ilk günlərdən biz də cəbhə bölgəsində idik. Cəbhə bölgəsi dediyimiz, yəni o proseslərin baş verdiyi və bizim gedə biləcəyimiz müəyyən son nöqtələr var idi ki, hansı ki, oradan o tərəfəsi artıq həm bizim sizin də qeyd etdiyiniz kimi hərbi jurnalist təlimlərimiz olmadığı üçün bizim təhlükəsizliyimiz baxımından bizim orada olan məsul şəxslər irəli getməyə icazə vermirdilər. Amma yəni bacardığımız qədər oradan canlı yayımlar edirdik və müxtəlif, onlar təbii ki, hamısı, çox ümid edirəm ki, ictimai televiziyanın arxivində qalır. Öz arxivlərimizdə də var təbii ki, bəzi kadrlar və eyni zamanda efirə getməyən kadrlarımız da var. Hansı ki, biz onu həmin dövrdə, müharibə dövründə sırf cəmiyyətdə başqa fikirlər yaranmasın deyə yayımlanmayan kadrlar var və çoxu da elə... Sir deyilsə, hansı kadrlar idi? Məsələn, misal üçün, yəni, üzdən desək. Yayımlanmayıbsa, yəni siz özünüz də, yəni illərdir bu işlərin içindəsiz, bu sahənin içindəsiz, yəni bilirsiniz, müəyyən şeylər var ki, dəhşətli görüntülər var. Dəhşətli görüntülər var, o düşmənin özünün hansı ki, Azərbaycan oğullarıyla bacarmayıb da mülki əhaliyə yönəltdiyi o yüngül dildə desək təcavüz var idi, hansı ki, mülki əhaliyə şeylər eləyirlər, hücumlar eləyirlər, onların yaşadığı məntəqələrə, az yaşlıların, ailələrinin yaşadığı məntəqələrə hücumlar eləyirlər və biz onları lentə alırdıq. Eyni zamanda hərbçilərimizin keçdiyi müəyyən bölgələr var idi, hissələr var idi ki, onlar müəyyən məlumatlar əldə edib onlara atəş zərbələri indirirdilər. Yəni elə jurnalistin işi bir tərəfdən rahat idi, çünki biz bilirdik ki, biz haqq savaşındayıq, biz haqq savaşının xəbərini çatdırırıq dünyaya. Digər tərəfdən çox çətindir, çünki əsl jurnalist orada
həm peşəkarlığını ortaya qoymalıdır. Həm də soyuqqanlı olmalı. Soyuqqanlı olmalıdır və sən orada hər gördüyünü də cəmiyyətə, ictimaiyyətə, insanlara ötürməli deyilsən. Müstəqil qərar Rəfa xanım verməyi kimi bacarmalı. Şəhid analarımız var idi, əsgər analarımız var idi. Məsələn, orada gözləyirdilər ki, görün mənim oğlumun oradakı vəziyyəti necədir. Biz onu ötürə bilməzdik ki, bugün 5 şəhidimiz var, 10 şəhidimiz var. Çünki bu müharibədir və bu müharibədə möhkəm olmaq lazımdır. Bəli. Və Bəridə bombalananda da mən oradaydım, Gəncə bombalananda da mən oradaydım. O bəzi görüntülər yayılır, xarici jurnalist gəlib çəkdi, bizimkilər yox idi. Hamımız oradaydı, biz işlə məşğul idik. Bəli. Müəyyən jurnalistlər var idi ki, sırf İmitasiya ilə məşğul oldu. İmitasiya və yaxud da mən indi o dərinliklərinə getmək istəmirəm. Sahənin peşəkarlarını sizə bilirəm nədən gedir söhbət. Sadəcə sonrakı illərdə uzaq görənlik eləyib paylaşmaq üçün özlərinə görüntülər çəkirdilər. Biz amma işlə məşğul idik. Biz çəkirik. Gəncə bombalananda, üzr istəyirəm onu da deyim, Gəncə bombalananda mən səhər saat 8-dən günorta saat 2-yə kimi təxminən ictimai televiziyada canlı yayında olmuşam. Dayanmadı. Dayanmadı. Və jurnalistlər bilir ha, bu nə deməkdir. Yəni səhər 8-dən başında kaska, Gəncə bombalanmışdı və bizim həmkarlar hərəsi bir işlə məşğul idi. Biri çöldən canlı yayım eləyirdi, mən içəridən canlı yayım və bizə dedilər ki, efirdən ayrılmaq olmaz. dayanmadan Davamlı prosesləri şərh eləməlisən. Orada nə eləməlisiniz. baş verir? Nə baş verir də 3 dəqiqə, 5 dəqiqə sən xəbər dilində deyə bilərsən, çatdıra bilərsən. Bəli. Amma bir tərəfdən də sən görürsən axı. Canlı, məsələn, cəsəd Və çıxarıldı. görürsən onu və deyə bilmirsən. Elə olur ki, operatorun onu göstərmir. Çünki göstərə bilməzsən sən. məqamlar var da. İstər-istəməz var ki, bəli, cəmiyyətdə müəyyən narahatlıq yarada bilərsən. Amma 8 saat orada canlı yayımda olmaq, branjiletlə, başında kaska ilə, eyni zamanda sənin başın işləyir dayanmadan ki, sən hansısa sözü səhv deyərsən, hansısa bir səhv buraxarsan canlı yayımda. Psixoloji təzyiq də Bəli, bu var. psixoloji bir şeydir. Yəni onu bayaq da onu demək istirdim ki, yəni bizim işimiz həm görmək idi, Həm də həm göstərmək. göstərmək idi və həm də neytrallığı qorumaq idi. Düşmən mediasında onsuz da kifayət qədər dezinformasiya gedir, amma Azərbaycan mediasında o yox idi. Biz maksimum çalışırdıq. Mülkilər də çəkirdik, əsgərlərimizi çəkirdik, hərbi qənimətlərimizi də çəkirdik. Ən qürurda olanlardan biri o idi. Və bayaq dediniz deyəsən ilk getdiyiniz ərazidə İstiqaməti bilmək istəyirdim. Bu sualımın məğzi nə idi? Məsələn, hörmətli tamaşaçılar, belə bir şey var jurnalistikada, stringer fəaliyyəti. Stringer fəaliyyəti odur ki, həmin şəxs sırf müharibələri, müharibə ocaqlarını, münaqişə tərəflərini uzun müddət işləyib, çəkib, məsələn, misal üçün atıram, deyək ki, Əfqan müharibəsini görüb və digər müharibələri görüb, İraqda olub, Körfəz müharibəsi və s. və yaxud 1-ci Qarabağ müharibəsi. Bu bir qədər həmin insan daha soyuqqanlı olur, daha peşəkardır, necə davranacağını bilir və onu orada nə gözlədiyini bilir. Mən Sərvər bəyə ona görə o sualı ünvanlayırdım ki, Sərvər bəy birbaşa mülkü həyatdan müharibənin ortasına düşmüşdü. Tam mərkəzində idi. Yəni bir var mülki həyatdan hər hansı bir deyək ki, bu barədə bir təlim, tədris alasınız, hərbi jurnalistika ilə bağlı müharibədən əvvəl və s. həmin vaxt yox idi və dərhal bir xüsusi müxbir getməli idi. Bu işi işıqlandırıla biləcək bir şəxs orada olmalı idi və həmin şəxs siz seçilmişdiniz. Burada məsələ də odur ki, biz seçilməmişdik. Biz özümüz, bayaq adını çəkdiyim digər həmkarlarım da, Könüllü biz olaraq. özümüz könüllü olaraq israr eləmişdik. Biz getmək istədik. Mənim bir nəfər bir hərbi çanta hədiyyə eləmişdim. İndi də var o məndə. Hərbçilərimizdən. Və hərbçilərimizdən və saxlamışdım onu. Saxlamışdım onu, heç vaxt istifadə eləmirdim. Harasa gedəndə istəmirdim köhnəlsin o çanta. Yadigar kimi. Hə, sadəcə qalmışdı evdə. Çox doğma gəlirdi mənə. Belə də o yük daşınan hərbi Əşya çantası. Belə əşya çantasıdır. Böyükdür. İçində də hər şey yerləşirdi. Heç vaxt istifadə eləməmişəm. Artıq müharibə başlama xəbərini eşidəndə o çantanı mən hardan tapdım, çıxartdım, nə vaxt doldurdum və ictimaiyyətə hazır idim. İctimai televiziyada gətirdim, newsroomun ortasına qoydum, xəbərlər otağına, dedim ki, mən gedirəm. Belə ki, gözlə branjiletlər gələcək. Qəti qərar. Hə, jurnalistlər üçün bunları da apar. Ona görə biraz da yubandım, branjiletləri də götürdüm ki, yəni bizim həmkarlarımıza çatdırım. Vaxtı Müdafiə Nazirliyi onları təmin eləmiş səhv eləmirəmsə. Onları da çatdırdım və o dediyim odur ki, yəni o bizlə gedən bizim ilk ictimai televiziyadan ezam olunanlar rəsmi olaraq ezam olunmuşlar, amma gedənlər könüllü gedənlər idi. Özləri istəmiş. Biz özümüz istəmişdik. Biz gedik. Bizi hətta çağırdılar. Mənim Araz xan orada işləyən bir həmkarımdır, dostluq edirik. Bizim ikimizin də 2 yaşında qızımız var idi. Arazın da mənim də. Allah bütün balaları saxlasın. Amin. Televiziyanın baş direktorunun müavini çağırdı, dedik ki, sizin uşağınız var, yəni sizi göndərə bilmərik biz də. Az yaşlı. Hə, dedi ki, nə olsun, yəni nə təxli var, müharibə başlayıb, yəni biz gedəcəyik. Və sonradan internet məhdud idi uşağın bölgəsində. O
o görüntüləri bir ara mən paylaşmışdım. O da televizordan baxıb izləyirdi bizi. Təzə danışmağa başlayan vaxtlar idi. Nəsə sözüm onda deyil və o uşaqlar orada böyük qəhrəmanlıq göstərdilər. Böyük qəhrəmanlıq. İndi üstündən illər keçir filan, biz görüşürük mütəmadi. Sırf bu günlərdə istəyirsən ki, o günləri yaşadığın insanlarla bir yerdə olasan. Biz sizlə efirdən əvvəl xeyli danışdıq və mən qayıtdım əməlli başda o şeylər. Mən dünəndən düşünürdüm ki, verilişdə nə danışacağam? Çünki danışacaq çox şey var və danışa bilmirsən sadəcə. Çünki yaşamalısan onu. Sadəcə danışmaq xatirinə danışmaq. Onu yaşamayan insan bilə bilməz. Belə bir məqam var idi, Füzuli istiqamətində idi, səhv eləmirəmsə. Sentyabrın hardasa 30-u idi, oktyabrın 1-i idi ya 30-u idi, tam xatırlamıram. Əhmədbəyli istiqamətində gəldik və oradan bizi bir müşahidə elədi digər hərbi avtomobil. Gəldik artilleriya mövqələrinə, səhv eləmirəmsə Alxanbəyliyə gəldik. Orada bizim D-30'larımız işləyirdi, artilleriya toplarımız. Və bir qədər də azuqə pay kimi qoymuşdular, onları da çatdırdıq. Və orada bir balaca boy bir əskər var idi. Çox təəssüf ki, soyadını xatırlamıram. Düz yanımızda artilleriya işləyir, top işləyir. Müddətli həqiqi hərbi xidmət keçəndir, yəni adi əskərdir, 1 il 6 aylıq xidmətə gələn əskərdir. Top komandiri kimi topunun heyətində bilmirəm, heyətdə çatışmazlıq var idi, ya xəsarə, onlar yer dəyişməliyirlər, axı onların olduğu mövqilərdə vururlar. Bizə dedilər ki, 15-20 dəqiqə vaxtımız var, nə reportaj eləyirsə eləyin, nə çəkiləcəksə çəkilsin, onlara da nəzarət var idi orada, bilirsiniz ki. Və o əskər bildirildi ki, yer dəyişmə olacaq, tez olun. Yaxınlaşdı komandir, divizyonun bateriyanın komandirinə, dedi ki, rəis, 2 dənə hədəfim qalıb, bir dənədir onları da vurum, çıxırlar ərazidən, sonra deyir tərpənəyim. O qədər, adam o qədər sərbəst, sanki elə bizdən ki, hansısa bir çayçıdadır, nə bilim, oturub dostları ilə söhbət edir. Bir qram qorxu hissi yox idi o uşaqda, balaca boy bir uşaq oğlanı idi. Deyir, bir dənə deyir, bu 2 dənə də hədəfi vurum, deyir, çıxırlar, sanki bir oyun oynayır. Biz də belə baxırıq buna, yaşı da az, belə balaca boy, cılız oğlandır. Bir dənə deyir, hesablamışam, deyir, koordinat məndədir. Deyir, bir dənə bunu da vura, verdiyimiz hədəflərdə bunu da vura, 3 dənə tağımla işləyirdilər onda. 3 top oydu da. Ora bir dənə deyir, yeyin ateş eləyək, sonra yer dəyişməliyək. Adam qorxmurdu ki, indi düşmən artilleriyası buranı vuracaq. Məsələ ondadır ki, mən icazənizlə bunu da deyim. Biz orada gördük ki, yəni həqiqətən bizim əsgərlərin gözündə qorxu yoxdur. Qorxu söhbəti yox idi. Bizim, yəni mən artıq üstündən illər keçib, yəni elə bir halın şahidi olsam belə rahat deyə bilərəm də əslində ki, yəni belə bir şey var idi. Yəni bu şəraitdə yaratmısınız, çox sağ olun. Sağ olun. Söhbət ondan gedir ki, heç bir əsgərin gözündə qorxu yox idi. Biz bayağı bir söhbət elədik. Tap Qaraqoyunluda son məntəqə var ki, ondan artıq irəli gedə bilməzdik də. Orada çəkilişlər elədik. Döyüşə girən bir hərbi avtomobildə çəkiliş elədik, heyət var idi onun içində, müsahibələr aldıq filan, kimlərsə salam göndərdilər. Və onlar bizdən uzaqlaşmışlar, bir 100-200 metr uzaqlaşan kimi onların yanına mərmi düşdü. Yəni şükür Allah ki, onlar şəhid olmadılar, çünki mərmi biraz kənara düşmüşdülər. Və o insanlar davam elədilər, yəni dayanmadılar. Heç nə olmamış. Dayanmadılar və döyüşdən çıxan bir əsgərimizi gördüm, mən ondan üz-üzə gəldim, müsahibə almaq istəyirdim. Sonra nəsə müsahibə eləmədik, çünki çox yorğun idi, adam dayanmadan döyüşüb çıxmışdı. Onun bədəninə baxdım, onun duruşuna baxdım, dedilər ki, bu adam neçə saatdır da, yəni bir insan üçün olan normadan çox bir normadır. Bu adam ac-susuz döyüşür. Və baxdım ki, yenə də ayaq üstədir də, yəni silahını əlindən buraxmır. Orada istər-istəməz insan qürurla düşünür ki, biz qalibik. O filmlərdə eşitdiyimiz, filmlərdə eşitdiyimizi, orada real, o görüntüləri sadəcə görmüsən də, sən onu çəkə də bilməzsən, göstərə də bilməzsən. Yəni ona tamam başqa biri. Bəli, çünki o başqa bir leveldadır da, belə deyək, başqa bir səviyyədədir. Biz Bərdədə olanda elə həmişə xarici medianın yerləşdiyi bir yer vardı, Bərdədə yerləşən otellərin birində. Yəni daha çox komforta üstünlük verirdilər deyə. Sizin dediyiniz o stringer fəaliyyətini. Bir dəfə zarafatyanı onlara dedim ki, siz Bərdədəki otelə çox yığışırsınız, bir gün oranı vuracaqlar. Dedilər ki, yox. Və günlərin birində biz orada çəkiliş vaxtı Bərdə bombalanmağa başladı. Smerçlərdən. Bəli, bombalanmağa başladı və bir neçə yerdə belə xəsarətlər var idi və fərdi evlərə ziyan dəymişdi filan. Və bizim işimizin o mahiyyətini izah eləməyə çalışan tamaşaçılarımıza təbii ki, yəni bilənlər bilir. İnsanlar hadisə yerindən kənarlaşırlar da, istər-istəməz mühafizə orqanlarımız dayanmadan çalışırlar gecə-gündüz, 24 saat hamısı xidmətdə idi, uzaqlaşdırırlar insanları filan. Bizim işimiz isə mərmi düşən yerə getmək. Mərkəzə getmək. Jurnalistin işi odur. Epicentrdə olmaz. Sən ora mərmi düşən yerə getmirsənsə, deməli sən işini görmürsən. Yəni xidməti fəaliyyəti yerinə yetirmirsən.
İnsanlar bu tərəfə gələndə sən əks gedirsən. Və Bərdə bombalananda hamı yığışdı ki, cavan uşaqlar vardı. 15, 16, 20, 19, təbii ki də orada yaşayanlardan falan ki, siz bizi efirə çıxarmalısınız. Deyirəm, səbəb nədir? Deyirlər ki, biz göstərməliyik ki, biz buradayıq, qaçmırıq. Eyni zamanda Tərtərdə də, eyni zamanda digər rayonlarda da. Ağcabəddə bir kənd var idi, adını unutmuşam. Günlərin bir günündə Quzanlıda, orada bizim bir qərargah kimi yer vardı, orada yığışırdıq. Planlaşdırırdıq çəkilişləri falan harada eləyək. Gördüm ki, uzaqdan çox tüstü görünür, amma harada bilinmir də. Amma biraz gözlə görülə biləcək məsafədədir. Soruşum, dedilər ki, Ağcabədin kəndidir. Demək ki, gedək, çəkiliş eləyik, görək nə məsələ. Dedilər ki, yox, təhlükəlidir. Yaxşı, onda getməyək. Amma sürücüyə işarə elədim, operator işarə elədim ki, mənim maşına gedək. Yavaş-yavaş tərpəndik, getdik. Bir xeyli də yol getdik. Xeyli yol getdik və artıq kənd cəmaatı bizi saxladı. Dedilər ki, siz gördüyünüz ərazi digər kənddir, düz dağın ətəyindədir. Belə hündür bir dağa oxşar təpələr var da, yəni onların ətəyindədir. Dedilər ki, orada heç kim yaşamır. Bir nəfər var, o da kənddən çıxmır. Digərlərini məcbur çıxardıblar bizim məsul şəxslər. Bir nəfər çıxmır. Deyək ki, çıxardıblar, təzədən qayıdıb orada səhv eləmirəmsə. Nəsə belə bir məsələ var. Deyirlər, sizin getməniz çox təhlükəlidir. Çünki açıqlıqla gedirsən, düzənliklə. Və orada da aşkardasan. Hə, aşkardasan. Televiziyanın maşınıdır, gündüz vaxtı gedirsən, ağ maşındır. Bizə də təzə maşınlar vermişdi, sürəti falan, amma kəndin içində biraz yol nahamardır, hə, manevr məsələlər var. Və biz də təcrübəsizdir də təbii ki. Biz heç bir hərbi təlim keçməmişik, heç bir müharibə görməmişik. Təbii ki, internetdən o 1-ci Qarabağ savaşının gördüyümüz kadrlardan. Amma yəni real yaşamamışıq. Hə, real yaşamamışıq. Getdik. Kənd cəmaatı bizə mane ola bilmədi, getdik. Operatordur, sürücümdür, bir də mənim. Biz yaxınlaşdıq kəndin içinə, düz getdik, çatdıq. Həmin şəxs ki, günlərdir kənddən çıxmır və deyib ki, yəni mən ölsəm də burada öləcəm. Məhz onun evinə mərmi düşmüşdü və o öz iti ilə bir yerdə ölmüşdülər, yan-yana. O görüntüləri görəndə mən dəli oldum. Həqiqətən. Yəni, ağ bir it var idi, onun yanında uzanmışdı. Düz kənd evidir, həyət evidir. Adam başından xəsarət almışdı. Ölənə qədər öz evindən çıxmamışdı. Öz evindən çıxmamışdı. İt də onun yanında uzanıb qalmışdı. O kadrlar məndə çəkib ötürmüşdüm televiziyaya, yəqin ki, arxivlərində var. Və bir məqama toxunmaq istəyirəm, nə qədər yadımdan çıxmayıb. Vəfa xanım, elə jurnalistimiz də yanımızdadır, müharibəni canlı-canlı görüb. Olubmu, düşübmü hansısa bir kadra sizin oğlunuz, hansısa bir, deyək ki, televiziyaya müsahibə versin və yaxud döyüş yoldaşlarına çəkdiyi görüntülər varmı? İzzətin əslində özü sevmirdi, nə şəkilləri varsa məndəndir, ya da bir-iki dənə təsadüfən şəkil çəkdirir, belə şəkil çəkdirməyi sevmirdi. Amma İzzət yenə də bir ilin əsgəri idi, pandemiyaya düşdü deyə heç evə belə gəlmədi. Yəni olmayıb da, yəni Məzuniyyətə də gəlmədi. Məzuniyyətə də gəlmədi. Tam bir il orada əsgərlik çəkdi. Sonuncu dəfə nə vaxt görmüşdünüz onu? Mən yanına getmişdim ad günündə. Nə vaxt? Fevralın 28-i, 19 yaşını orada qeyd elədi. Dedim, gəl 20 yaşını burada çox qəşəng qeyd. Əslində onlar uşaqlar gedəndə belə eləyirlər. Qeyd eləyirlər, yola salma. Mən eləmədim. Niyə eləmədim? Dedim, gələndə Kiviz də, Elvin ondan qabaq gəlməli idi. Elvinə də əsgərlikdə dedim ki, Elvin, sən gələndə də eləməyəcəm. İzzət gəlsin, Kivizə bir yerdə çox qəşəng qonaqlıq verəcəm. Başqa cür oldu, amma İzzətin yoxdur elə bir görüntüləri. Amma onun haqqında o qədər gözəl sözlər eşidirəm, o qədər gözəl danışırlar. Deyirsə, ac. Mənə yığıb deyirdi ki, mama, burada kabab yeri, mama, hər şey çox yaxşıdır, mama, yatmağa gözəl yerimiz. Amma o şəhid ondan sonra mən eşitdim ki, o ac qalıb, o susuz qalıb, o yerdə qazıb yer yatırmışlar. Onlar heç biri mənə demirdi də o. Ancaq hər şey yaxşıdır, hər şey gözəldir, hər şey çox yaxşıdır. Bəli, irəlilədikcə, ümumiyyətlə irəlilədikcə təminat məsələlərində çətinliklər yaranırdı, istər-istəməz. Çünki düşmən ən birinci, indi onu hərbi mütəxəssisləri bilir ki, təminat avtomobillərini vurur. İki növ təminat avtomobili olur. Biri ərzaq gətirən, ikincisi sursat gətirən. İki avtomobil onların düşmənləridir, bir nömrəli. Hədəf bir nömrəli onlar olur. Ona görə bir qədər olub ki, əsgərlərimiz çətinliklər yaşayıb olar. İzzət çoxunun yerinə atırdı. Orada sırayla atışa girirlər də. Motatıcı bölmələrdə minamyotçu olub İzzət. Minatan. Hə, minatan olub, çox yaxşı minatan olubdu. Deyir ki, əslində o deyir, məndən küsürdü ki, məni qabağa ver, mən atmalıyam. Bax, elə çox başqa uşaq idi. O deyir, siz kinolarda görülüb. İzzət, siz əsgərliyə necə gedib? Söz kinosu vardı o vaxtda. Bəli. Türklərin söz kinosu. Bax, ona baxa-baxa ki, mən əsgər olmalıyam. Mən də gedib elə onun kimi. O əsgər gedəndə müharibə yox idi
o vaxt 1 il idi, izə müharibə yox idi, amma gedəndə dostlarına demişdi, elə bir şəkil də var, kadr var ki, onun saçını qırxırlar, uşaq qıraqdan deyir ki, pul alma, bəlkə şəhid oldu, o keşkə. Elə bir kadrlar var. O gedəndə hamıya da demişdi, mən dönməyəcəm, mən şəhid olacam. Onda heç müharibə yox idi. Ürəyinə dammışdı. Bəli, inanın ki, uşaqlıqdan hamı da, indi ətrafımda olanlar bilir, həmişə mənə bir sözü vardı ki, sən İzzətin anasısan. Hara getsən deyəcəklər ki, sən İzzətin anasısan. Yəni, indi elə deyirlər. Siz təkcə İzzətin anası deyilsiniz, mən bayaq da vuruladım. Mən heç adımı bilən yoxdur. Hara gedirəm, hamı deyir, İzzətin maması, İzzətin maması. Yəni, bu üçüncü gün şəhidlərimiz bizim qürur yerimizdir və Ali Baş Komandanın da dediyi kimi, nə qədər təchizat olsa da, silah, texnika olsa da, nə qədər yüksək təminat sistemi olsa da, ilk növbədə torpağı alan bizim şəhidlərimizdir və müharibənin də qanunlarıdır ki, əskərimin ayağı dəymədiyi yer hələ sənin sayılmır. Sonda Sərvər bəyə qısa bir sualım var. Müharibə görən jurnalistlə görməyən jurnalist arasında fərq nədir? Və elə ekstremal vəziyyətlərdə bu özünü necə biruzə verir? Bunu fərqli cavablandırmaq, bir neçə fərqli cavabları ola bilər. Amma mənim üçün, mənə bəzən soruşurlar ki, sən niyə televiziyadan ayrıldın? Mən 10 ildən çox televiziyada çalışdım. Və Vətən müharibəsinin işıqlandırandan sonra mən televiziyadan sağollaşdım. Çünki düşündüm ki, yəni bir jurnalist üçün bundan artıq eləyə biləcəyi nə var ki? Leveli yoxdur. Bu sahədə nə var? Yəni, indi dünya təcrübəsini demirəm, Azərbaycan təcrübəsini və Azərbaycan reallığını götürəndə, yəni media baxımından, o qürur dolu anları, biz bu sahəyə təzə gələndə heç vaxt düşünməzdik də biz o qismət olacaq. Necə ki, şəhidlərimizə şəhid olmaq qismət olub, nəsib olub və hamısına da yox da, yəni elə insanlar var ki, şəhid olmaq çox arzuludur, amma şəhid ola bilmir. Elə insanlarımız, elə imkanlarımız da var ki, məsələn, Vətən müharibəsini işıqlandırmağı heç vaxt arzulamayıblar və yaxud da arzulayıblar, o onlara nəsib olmayıb, daha doğrusu fikrimi düzəldim. Bu da bizim ağlımıza gəlmirdi. Və mən Vətən müharibəsini işıqlandırandan sonra düşündüm ki, mən televiziyada və yaxud da jurnalistikada edə biləcəyim bundan yuxarı bir fəaliyyət yoxdur. Bu son idi. Bu son idi. Və bundan sonra edəcəklərim sadəcə əvvəlkilərin təkrarı olacaq. Və müharibəni görən jurnalistlə görməyən jurnalistin arasındakı fərq məncə elə budur. Çünki artıq sən həyata tamam başqa cür baxırsan, sən jurnalistikə başqa cür baxırsan. Mən jurnalistika nəyə görə deyirəm? Öz peşə sahəmdən deyirəm, öz fəaliyyətim sahəsindən deyirəm. Və mən əslində ixtisasca jurnalist də deyiləm. Jurnalistikanın fərqli bir qolu, nəşriyyatçı və redaktör etmə üzrə təhsil almışam. Ondan sonra mənim ikinci ali təhsilim hüquqdur, hüquqşünasam. Amma mən sırf sevgi üzərindən 2010-cu ildən televiziyaya gəlmişəm. Sahəni sevgi. Mediaya gəlmişəm. Jurnalist. Bəli, redaktor kimi başlamışam, sonra da daha çox jurnalistliyə, müxbirliyə gəlmişəm. Yəni fərq ondan ibarətdir ki, yəni artıq bizim back office-da işləyənlər, arxa office-da işləyənlər də var idi. Hansı ki, onlar da gecələrini gündüzlərinə qatıblar və biz oradan çəkirdik, götürürdük. Onlar ya canlı efir vasitəsilə və yaxud da montaj edib onu. Bizim burada ofisdə ağlayan redaktorlarımız vardı, həmin görüntülərə baxıb. Mən bayağı dedim, sizə onu da qısa qeyd edeyim. Sarıcalı ərazisindən keçəndə düşmənə hədəf qoyulmuşdu ki, oradakı hospitalımız var idi. Hansı ki, bizim yaralılarımız orada müalicə olunurdu, siz də gözəl bilirsiniz. Oranı vurmaq və onlar dəqiq hədəfi koordinatları bilmirdilər. Biz oradan keçəndə bir mülki avtomobilimizi vurmuşdular və onu həmin yaralıları mülki Jiguli markalı avtomobili səhv eləmirəmsə, o mülkiləri götürməyə gələn təcili yardım avtomobilini də vurdular. Və onlar heç cürə yaralıları götürə bilmirdilər oradan. Eyni zamanda da biz orada çəkiliş edirik. Mən dizi üstündə, asfaltın üstündə oturub yolun kənarında, o görüntülər məndə var. Stand-up edirəm və onları göstərirəm. Həmin anda bayaq soruşdu, sir deyilsə, məsələn, nəyi deyə bilərsiniz? Biz onu həmin anda efirə verə bilməzdik. Çünki düşmən baxacaqdı ki, haranı vurub, səhv vurub. Çünki hospitalı vura bilmirdilər. Koordinat məsələləri. Hə, ora baxacaqdılar və bir 10-15 metr bu tərəfə vuracaqdılar, dəyəcəkdi. Dəqiq vuracaqlar. Hə, dəqiq vuracaqlar. O görüntülər məsələn ötürə bilmirdik. Yəni, yenə də deyirəm ki, yəni, fərq məncə bundadır. Yəni, çox belə detallı analiz eləmək istəmirəm. Təəssüf ki, vaxtımız məhduddur. Mən bilirəm ki, xatirələrinizdə elə məqamlar var ki, bəli, təbii ki, bu sahədə çalışan həmkarlarımız da
o qürur dolu günlərini içimən daxil yaşadığımız üçün və əsgərlərimiz, şəhidlərimiz, hərbçilərimiz, qazilərimiz o günləri bizə yaşatdığı üçün hamımız da qürurluyuq. Onların kiçik bir parçası olduğumuz üçün xoşbəxtlikdir. Bəli. Təşəkkür edirəm hər iki qonağımıza, sizə Vəfa xanım. İlk növbədə təşəkkür edir ki, belə bir övlad böyütmüsünüz, boya-boya başa çatdırmısınız, xidmətə yollamısınız və indi də belə məğrur, ayaq üstə möhkəm dayanmısınız. Bayaq özünüz də bildirdiniz ki, 3 oğul anasısınız və üçünü də öz zəhmətinizlə böyütmüsünüz. Biz yıxılsaq, biz əyilsək, düşməz sevindirərik. Yəni biz axı qalibik. Doğrudur. Ona görə də mən həmişə deyirəm. Əziyyət çəksək də üzdə qürurla durmaq lazım. Bizi orada ən çox, mən onu qısa deyim, ən çox danışdıqca artıq xatırlayırsan, bizi stimullaşdıran, motivasiya edən Cənab Prezidentin çıxışları idi. Hansı ki, internet nə qədər məhdud olsa da, biz müəyyən vaxtlarda o anı tutub onu izləyirdik. Hamı da bizə zəng eləyəndə, nəsə soruşanda, kənar. Mənim anam 3 gündən sonra bilib ki, mən cəbhədəyim. Məlumatı yox idi. Mən deməmişdim gedəndə. Çünki mən elə ofisdə olacaq. Efirdən görmüşlər, atam da o vaxt xaricdə idi. Rusiyada yaşayırdı, sonra rəhmətə getdi. Oradan mənə o efirdə ona görüb demişlər ki, sənin oğlun deyil bu. Heç kimə deməmişdim mən də. Məlumatsız idi. Və Cənab Prezidentin çıxışlarını görəndə istər-istəməz qürurlanırdım və deyirdim ki, daha da bitəcək. böyük həvəs Mənim qızdırmam gəlirdi. qalxmışdı Bərdədə olanda. Soyuq, çünki tərli-tərli branjiletlə çəkilişdə canlıda neçə saat qalırsan filan qaçırsan. Soyuq olmuşdu, qızdırmam qalxmışdı. Mən özümə dedim ki, psixoloji bir şeydir. Mən ilk dəfə orada psixologiyanın işə yaradığını gördüm də, yəni test eləmiş oldum. Dedim ki, mən indi xəstələnsəm, mənim bütün fəaliyyətim dayanacaq. Və mən heç nə eləyə bilməyəcəm, bu müharibənin bir parçası ola bilməyəcəm. Və təsəvvür edin, mən psixoloji olaraq özümü sağaltdım. Təsəvvür edin. Özünüzə sanki beyində sadəcə bir zoğalı çay tapdım bir yerdən, yol gedə-gedə onu içdim və sağaldım ki, yəni mən qızdırmalı ola bilmərəm də müharibə vaxtında. İndi mən xəstələnə bilmərəm. Mən xəstələnə bilmərəm, mənim elə bir haqqım yoxdur. Çünki insanlar döyüşürlər orada, insanlar orada çelinir, bəli. Necə ki, oradakı əsgərlərimizin anaları, ataları, valideynləri dik dururdular. Əsgərlərimiz orada yeməksiz, susuz, bizim ixtiyarımız yox idi ki, o fəaliyyətdə. Bizim elə bir şansımız, elə bir haqqımız yox idi. Bəli. Və məncə bu müharibənin qalibi Azərbaycan xalqıdır. Məncə də. Cənab Prezidenti rəhbərliyi ilə təbii ki. Və sonda elə onu vurğulamaq istəyirəm. Müharibədə hər kəs öz cəbhəsində döyüşdü. Meyvə tərəvəz satan dayılar da öz azuqələrini əsgərlərimizə çatdırmaq üçün vuruşurdu. Qonaqlarımız qeyd elədiyi kimi informasiya cəbhəsində vuruşan həmkarlarım eyni zamanda bu cəbhədə fədakarlıq göstərən jurnalistlər var idi. Şəhid anaları oturduğu yerdə, qəlbində o həmin müharibəni sanki öz daxilində yenidən yaşayırdı və hətta oğlundan xəbər ala bilməmişdi. Eyni zamanda digər bütün ixtisasları bu barədə saymaq olar. Odur ki, bu müharibədə məncə təkcə hərbiçilərimiz, ordumuz yox, bütün Azərbaycan xalqı vuruşurdu və qalibiyyəti də məhz Azərbaycan xalqı öz bütövlüyü ilə əldə elədi. Məhz bu naminə biz heç bir zaman qəhrəmanlarımızı unutmuruq, unutmayacağıq. Elə verilişimizin adı da məhz buna görə unutmadıqdır. Müharibənin növbəti günündə görüşənə qədər hələlik.